Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdə, bir daha xatırladım. Xəzər Futbol Liqası 11-ci sezon klub oyunlar çərçivəsində Buzovda və Sumqayıt kollektivlərini üz-üzə görürük. Sumqayıt Vasiliyə 4-2 hesabı önündə yollandı. Buzovun önündə görə ikincisi də bizi nə gözləyir? Məsələ hesabı da Sumqayıt kollektivi açmışdı. Anar Əhmədzadənin qolu ilə hətta fərqi də 2-yə yüksəltməyə bacardılar, amma tez bir zamanda biz Buzovun adına daha 2 qolu izlədik və hesabda 2-2 bərabərlik. Sumqayıtdan yenidən 2 qol, hesab 4-2. İndi belə görünür ki, sıra Buzovna komandasındadır. Kamran Quliyev Buzovnanın əmləsini başladacaq. O da Məsul Qarotov eləyanda qalıb. Oruz Rasimovun zərbəsi Vəlizadə ilkinə dəydi. Ramiz Məmməsadə. Aktivində qol var. Süleymanov Elman. Məhramov Nicat. Məhramov zərbə. Müəllim, bu da getmir. Bu da getmir. Oruz Rasimoğlu. Sağ ol müəllim. Quliyev Əli. Oruz. Heç cür keçid vermir. Ramiz Məmməsadə. Nəsimov Məhəmməd həmlə etməyə bacardı. Süleymanov Elman. Ötürməsi. Vəlizadə. Aldancı sətlər. Vəlizadə ötürmə. Məhramov Nicat. Edə ekran bəyməsin 10 min zəhmət olmasa. Sabit deyək. Bu arada oyuncusu dəyişikliyi baş tutub. Nurəli Babayev meydana daxil olub. Məhz ikisindən fərqli olaraq Buzovnanın heyətində Kamal Mustafazadə texniki zonadadır. Babayev Nurəli meydandadır. Bu dəyişiklik komandaya qol qazandıracaq mı? Kamran. Ötürmə Ramiz başla zərbə. Babayevdən alınmadı. Bax, görürsünüz, ekran bəyənən kimi yayımda qalxır. Ona görə bəyənə paylaşaq zəhmət olmasa. Suallarınız olduqca da yazın. Vəlizadə. Məhramov Nicatı qatlı əmləyə. Vəliyə doğru ötürməli. Elçin Məmmədov uğurladı. Yusuf Əsənov. Qoxu dünyası təşəkkür ediyor. Ramiz Məmməsadə. Ötürmə istəyən oyuncu vardı. Ötürmə və gol. Nurəli Babayev. Meydana sonradan daxil olduğu bir qədər əvvəl oyuncu vurğu etdik. Görə hesabda bir dəyişiklik olacaq onun meydana daxil olmasından sonra. Mən sözünü doğruldur. 3-4 fərq minimumda. Sumqayıt 4. Buzovna 3. Hamzet yaptı. Vəlizadə. Məhramov Nicat. Quliyev. Korner düzgün yerinə yetirilmədi. Qarşı qapıdan zərbə. Xatırlatmasını edək ki, altdan yan xəttə topuna daxil edilən zaman xəttdən ön istiqamətə topu hərəkətləndirmək olar. Amma korner zamanı top tam olaraq xəttə toxunmalıdır. Məhramov. Nicat aşırtma zərbə. Miryusif. Təkrar əmlə lazımdır. Vəlizadə ilkin. Məhramov Nicat. Zərbə çəkdi Miryusif Əsənov. Heç cür keçid vermir. Divləşdi qapısında. Vəlizadə. Oruz rəqibini təqib edirdi. Vəlizadə. Türmə keçmir. Ekran bəyənənlər sağ olun, var olun, aşağıdalarınızı görəm, sizlərə ayrıca minnətdaram. 10 min edək, sonra diyana bilərik. 10 min olsun, sonra diyanaq. Suallarınız olursa da yazın. Cina dəyişili, Məhramov, Sumqayıtın yenəmləsi, daha bir qol taparaq
Məhz rahat çıxış etmək istəyir. Sumqayıt kollektivi Məhərrəmov. Vəlizadə ilkin və gol! Vəlizadə ilkin. 5-3. Fərq yenidən 2-yə yüksəlir. Rəqibin çox sevinməsinə imkan vermədilər. Bura Yeni Suraxanı stadiondur. Yeni Suraxanı çox da əvəzkar turnir şəraitində bu turnirdən savayı. Vəlizadə qapçını yola saldı. Vəlizadə. İlkin. Daha bir qola imza atır. 6-3. Məhərrəmov Nicat. Nicatın zərbəsi qapı tirib. Nurəli Babayev. Quliyev Əli. Məhərrəmov yüksəliyi qazandırdı. Bir Yusuf Əsərov. Elçin Məmmədov. Cinata Ramiz. Kamran Quliyev. Kamran Quliyev. Sağ ayaqlı qüvvətli zərbə. Topu doğrulara yollamağa bacardı. Baxımlı qola imza atır. 4-6. Çox məhsuldar bir oyun izləyirik. Ötən dəqiqələr ərzində nə az nə çox 10 gol izləmişik. Görünür ki, bu son deyil. Qolların ardı gələcək. Hesab isə bir daha xatırladıram. Sumqayıt 6. Buzovna 4. Minnətdaram. 10 min üçün təşəkkür. Hər birimiz ayrı-ayrı. Təşəkkürlərimi bildirirəm. Məhərrəmov Nicat. Götürmə keçmir. Nəsibov Məhəmməd. Top meydanda da davam etmək lazımdır. Messi indi. Bura Yeni Suraxanı stadionudur. Mübarizə aparan komandalar Buzovna və Sumqayıt kollektivləridir. Kamran Quliyev topu müdafiədən çıxarma bacardı. Müdafiəni asılıda yaxalaya bilər. Bir qədər tələsmək lazımdır. Burada Quliyev Əli bir də keçidi vermir. Kamran. Son golun müəllifi. Bu səfər alamadım. Nurəli Babayev. Yusuf Əsərov. Vəlizadə. Anar. Nəsibov Məhəmməd. Yusuf yerində də Oruc Rasimoğlu. Ramiz. Altıncı cəhdlər. Topu rəqibə hədiyyə edir. Ramiz. Səhvini düzəltdi. Yenidən qazandı. Kamran Quliyev. Kamran. Kobudluq. Hakim üstünəyə buraxmışdı. Referendi məhz qayda pozuntusu olduğu üçün cərmə zərbəsinin yerindən yeni etirilməsi istəyəcək. Standart vəziyyət təhlükəli bir nöqtədir. Əhmədov Elvin yaxın küncə 3 nəfərdən ibarət canlı səhəti qurdu. Gireyev tapşırımı yoxsa qapıya doğru birbaşa zərbə mi? Gireyev tapşırığıdır. Kamranın zərbəsi keçmir. Altdan top oyuna daxil edilməli Elçin Məmmədov. Orada Cavad Qarayev bizi yenə meydanda görürük. Oruc Rasimoğlu əvəzlənib. Bəsi edən oyuncusu topu itirdi. Alaray Məzadə. Quliyev Əli. Vəlizadə ilkin. Top müdafiədən çıxarma bacardılar. Təksizim şansı Quliyev. Nurəli Babayevlə mübarizə apardı. Son anda Elçin Məmmədovun əmləsi. Quliyev. Əli. Taban zərbəsi. Ramiz Məmməzadə.
Bu görüntü bunun yeri deyil. İmkan vermirlər ki. Nurali Babayev. Zərbə. Ötürmə Ramiz. Ramiz Məmməsadə 2 nəfərin atasına topu çıxarmaq istəyirdi. İtirmədi Ramiz. Top əllədə ondadı. Cavad Qarayev. Nəsibov Məhəmməd. Uzaqlaşdırmaq həmləsi olsa da bir ötürmə xarakteri daşıyırdı. Vəlizadə və korner. Ötürmə Nəsibov Məhəmməd alınmadı. Ekran bəyəni paylaşanlar sağ olun, var olun. Aşağıda adlarınızı görüm. Sizlərə ayrıca minnətdarım. Hesab isə 6-4. Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqası 11-ci sezon qrupu oyunları çərçivəsində bu görüşdə Sumqayıt və Buzovna kollektivləri üzrədir. Sumqayıtın 6-4'lü üstünlüyü var. Görüşdə Buzovna önündə. Vəlizadə. Fərq bir qədər də artacaqmı? Məhrəmov Nicat. Aldadıcı cəhət və korner. Vəlizadə. Ram etməyi bacardı. Ötürmə Məhrəmov. Zərbə keçmir Elçin Məmmədov. Buzovnanın əmləsi geridən qurulacaq kimi görünür. Buzovnanın kapitanı Mir Yusif Həsənov, Cavad Qarayev, Elçin Məmmədov. Topu müdafiədən çıxarma bacardılar. Kamra bir rəqibini aldatdı. Ramiz ötürmə zərbə. Kamranın zərbəsi qapı tirinə dəydi. Fərqi minimuma indirmək olardı. Anar Əməzadə. Sumqayıtın əmləsini izləyə bilərik. Anar Vəlizadə ilkin. Anar yenidən qazandı Əməzadə. Burada Mir Yusuf ötürməni oxumuşlara girmək istəyir. Elçin Məmmədov. Uzaqlaşdırmaq həmləsi idi. Quliyev Əli. Təxmin olaraq 12 dəqiqə. Bu arada bir dəqiqəlik time-out. Time-out'u götürən tərəf Buzovna kollektividir. Fasilə əsnası nə sualınız var? Buyurun yazın. Yeni Suraxanı stadionda vuram. Amma ekran bəyənməsi deyildi. Zəhmət olmasa yeni kəslər bəyənir. Bəyənənlər sizlərə ayrıca minnətdaram. Sağ olun, var olun. Gələk bundan sonra ancaq bəyənənlərin suallarını cavablandıram. Doktor Ruslan təşəkkür. Natiq güclü oyuncudur. Natiq. Natiq. 6-4. Buzovna xeyr. Buzovna deyil. Sumqayıt 6-4 hesabı ilə öndədir. Sumqayıt 6, Buzovna 4. Minnətdaram bəyənənlər. 15 edək sonra deyən artıq 12700'dür. Dəli ol. Ramizə də oynasın. Orada time-out bitir, oyun qaldığı yerdən davam edir. Korner. Bitirmək keçmədi. Kamran Quliyev. Nəsibov Məhəmməd şığadı rəqibin üzərinə. Nurali Babayev geriyə doğru. Kamran. Zərbə. Təhlükəli həmlə idi. Kamran Quliyev hər kəs intizarda saxladı, amma nəticə hasil olmur. Məhrəmov Nicat. Anadolu çatdıra bilmədi topu. Cavad Qarayev. Əhmədov Elviri. Son toxmuş golkiperdən.
Tekrar. En son tekrar. Geldi arkamda. Cavad Qarayev. Məhərrəmov Nicat, Sumqayıt Nəbləsi. Anara doğru ötürmə. Anar! Zərbə Mir Yusif. Burada Vəlizadə İlkinin də zərbəsi hissələn kim alınmır. Əhmədov Elvin. Nəsibov Məhəmməd. Məhəmməd Cavad Qarayev. Cavablandırım da. Hər komandadan bir şey çıxarım çox deyiləm. Bu sual deyil axı. Məhərrəmov Nicat, davar ötürməsi, Vəlizadə! Sının üzərinə zərbə indirdi. Yusuf Həsənov keçid vermir. Təxmin olaraq 8 dəqiqə yaxın bir müddət qalıb görüşün bitməsinə. Xatırlatmasını edək. 42 dəqiqəni geridə qoymuşuq. Məhərrəmov Nicat və gol! Yusuf Toxun da dəfə etmək mümkün olmur. 7-4. Kamran Quliyev. Yılbuzovla əmləsi. Kamran aldacı zəhətlər. Kamran! Şey etdi amma sonda nəticə hasil olmur. Camal Mustafazadə. Bitirmək keçmir. Anar Əməzadə, Məhərrəmov Nicat. Yusuf Həsənov. Cavad Qarayev. Camal, artırması rəqib alındı. Məhərrəmov Nicat. Ramiz. Camal. Zərbə keçmir. Məhərrəmov Nicat. Ara ötürməsi. Anar Əməzadə. Yusuf. Afes davrandı, daha cəld davrandı. Ramiz Məmməzadə, Elçin Məmmədov. Elçin yerlə zərbə. Əhmədov Elvin keçid vermədim. İndi ikisinin şansı ola bilər. Məhərrəmov, onun zərbəsi uğursuz alınır. Bəli, bundan sonra daha 2 qarşılaşma var. 12-ci sezon çərçivəsində. 2 maraqlı görüş bizi gözləyir. Cavadın zərbəsində Əhmədov Elvin yaxın küncünü bağladı, keçid vermədi. Bu və bundan öncəki qarşılaşma 11-ci sezon. Bundan sonrası 12-ci sezon oyunu var. Milan Bako və Scarface arasında günün son qarşılaşması. Bundan sonra isə Zaqıl Basit və Gold Boys kollektivləri üzləşəcəklər. Kamran Quliyev. Kamran! Əhmədov Elvin birə-bir də keçid vermir. Ramiz Məmməzadə, Ramiz! Kamran Quliyev və gol! 5-7. Sumqayıt 7, Buzovna 5.
Yavaş-yavaş oyun sonlarına da yaxınlaşırıq. Bir ara ötürməsi Anar Əhmədzadə. Müdaxilə var idi Quliyevəli. Mərmon nicatı düşünə bilər, amma bir qədər bərk alındı ötürmə. 10 dəqiqə işləmiş. 1. Ramiz. Yusuf Həsənov. Quliyevəli qarşıladı Ramiz Məmmədzadə. Minnətdaram 15 üçün. Ara ötürməsi Kamran və gol! 6-7 fərq minimumda. Son dəqiqələr. Daha maraqlı olacaq kimi görünür. Sadık. Sadık. Tamam siz Sadık. Oynayırıq. Zərbə! Sen gel. Bəqan, hələ. Yeni Suraxanı stadyumu. Vəlizadə. Cavad Qarayev. Zərbə! Nəsibov Məhəmməd. İnamlı mübarizə apardı Vəlizadə. Bir ara ötürməsi. Hesab 7-6'da Sumqayıt 7. Buzovna 6. Vəlizadə ilkin. Görüşdə son 2 dəqiqə. Sen başla. Son 1 dəqiqə. Hətta son dəqiqə daxil olur. Son dəqiqə oynanılır. Və fərq də minimumda. Zərbə! Nəsibov Məhəmməd və Mir Yusuf Həsənov. Nə izlədik biz? Yusuf'da möhtəşəm bir planşon. Kamran Quliyev. Burada Anar Əhmədzadə. Klas şəkildə topu torlara yolladı. Referi qarşılaşmanı bitirdi. Sumqayıt komandası qələbə qazanan tərəf olur. Gözəl oyuncular iki komanda təşəkkür edirəm. Növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın. Təcrübən gördün.